Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olarkən əsas diqqət yetirdiyi məsələlərdən biri də peşəkar kadrların hazırlanması idi. Bu sahədə Türkiyə ilə əməkdaşlığın gücləndirilməsi mühüm faktordur. Bu fikirlər Ulu Öndərin 100 ili ilə bağlı Türkiyənin Qars Qafqaz Universitetində keçirilən tədbirdə bildirilib. Bakı Ali Neft Məktəbi ilə birgə təşkil olunan tədbirdə ümummilli liderin fəaliyyəti ilə yanaşı dahi şəxsiyyətin Türk dünyasına verdiyi töhfədən də söhbət açılıb. Bir qrup ictimaiyyət nümayəndəsinin Türkiyəyə səfəri ümummilli lider Heydər Əliyevin Qarsdakı büstünün ziyarəti ilə başladı. Nümayəndə heyəti daha sonra Qars Qafqaz Universitetində oldular. Ali Təhsil Ocağının rektoru Hüsnü Kapı ilə görüşdən sonra Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə həsr olunan rəsm sərgisi ilə tanışlıq oldu. Daha sonra çıxış edənlər bildirdilər ki, Heydər Əliyev nəinki müstəqil Azərbaycanın dövlət kimi təşəkkül tapmasında, eləcə də Türk dünyasının güclənməsində mühüm rol oynayıb. Heydər Əliyevin "Biz bir millət, iki dövlətlik" şüarı hər bir məqamda özünü göstərir. Əgər bizim müqəddəs Qarabağ savaşımızda bizim yanımızda Türkiyə oldu, bizim yanımızda sizlər oldunuz, siz bizim yanımızda oldunuz və bu qələbəni bərabər qazandıq, bu qələbəni bərabər qeyd etdik. Bu bütün dünya gördü ki, Azərbaycan-Türkiyə arasındakı münasibətlər qardaşlıq münasibətləridir. Türkiyə Parlamentinin Ədalət və İnkişaf Partiyasına olan deputatı Yunus Kılıç isə Heydər Əliyevin Qafqaz Universitetinin açılışında iştirak edərkən ali təhsil müəssisəsinin Türk dünyasının böyük iddiası olduğuna dair fikrinə diqqət çəkdi. Azərbaycanın müstakilliyindən sonra, bağımsızlığından sonra bu Kafkas Üniversitesi ismi de zaten buna yakışacak bir şekilde verilmiş bir isim. Yani Kafkas Üniversitesi ismi tesadüfi bir isim değil. Kafkas coğrafyasıyla, Kuzey Kafkasya ile Güney Kafkasya ile olan ilgi ve alakanın, o sevginin sürdürülen her ne kadar demir perdeyle ayrılmış olsa da içimizde var olan, ruhumuzda yaşattığımız o kardeşlik ve o birliğin bir ifadesi olarak Kafkas Üniversitesi kuruldu. Azərbaycan nümayəndə heyəti Qars Qafqaz Universitetinin Heydər Əliyev Təhsil Mərkəzinə də baş çəkdi. Burada ümummilli liderin Qafqaz Universitetində olarkən çəkilmiş fotoşəkilləri və fəaliyyətinin müəyyən dövrlərini əks etdirən görüntülərlə tanış oldu. Rüstəm Mikayılzadə, Allahverdi Məmmədov, Sədaqət Süleyman, AzTV Xəbər.